Salam değerli əziz izləyicilərimiz, sizin üçün Binə qəsəbəsində sağa gedən yolda dostlar 3 sotda şəxsi ev, kürsülü evdir. Gördüyünüz kimi 9 daş kürsüdədir. Evimiz şəxsi evdir. Sizə tam ətraflı başa salacağım. 3 sotdadır. Bu hissəsi də dostlar buradan elə bir bölünəcək. Yəni belə deyim də 2 ev satılır əslində. Qiymətlər ayrı-ayrıdır. Bu evdə satılır. Yəni bu evlə qarışıq 5 sotdur. Amma 3 sotda bunun qiyməti ayrıdır, 2 sotda onun qiyməti ayrıdır dostlar. Bu evimizin qazı, işığı, suyunda sayğaclar var. Değerli dostlar, bax burada göstərdiyimiz kimi bura bölünəndə bu bir hissəsi də sayılır. O darvazanı götürüb buranı söküb, darvazanı belə qoyub buranı qaraj eləyə bilərsiniz. Küçəni indi göstərəcəm sizin üçün. Sizden xahişim videonu sonacan izleyin ki ətraflı məlumatı sizin üçün verim. Bu bizim suyumuzun sayğacıdır. Bu da bizim küçəmiz dostlar. Dediğimiz kimi burada hemen bu zaboru sökürsünüz. Buranın qapını buradan götürüb bura qoyanda giriş garaj eləyə bilirsiniz. Evimiz kürsülü evdir. O bir evimiz yarı tikilidir. Onun da yolu digər məhəllədəndir dostlar. Hündür evdir. 3 otaqlı evdir, amma böyük evdir dostlar, həqiqətən də çox böyük evdir. Qiyməti də videonun sonunda deyəcəm inşallah. Girişdə belə bir koridorumuz. Burada sağ tərəfdə belə bir geniş mətbəxdir dostlar. Burada belə bir yataq otağımızdır. Reşotkalarına kimi, kombisine kimi var. Burada bizim saniter ve sanuzeldir. Burada da bizim yani böyle bir böyük yataq otağımızdır. Yani dostlar 120 kvadratlı 3 otaqlı ev dostlar. 4 otağın kvadratında. Böyük evdir. Değerli dostlar, bu evimizin qiyməti 73 mindir. Digər o bir evin qiyməti 33 mindir dostlar. Yine de sizin için oranı göstereceğim. Değerli dostlar, dediğimiz gibi bu evde yolu bu hissədəndir, sizin üçün göstereceğim. Bunun burasının küçəsi buradadır. Yəni kim hissəsi alıb, təmir edib darvaza qoya bilər. Şambosu buradadır. Amma o evin 3 kommunalın da sayğacları var. Qazı, işığı, suyu. Dediğimiz kimi 73 minə o deyilir, 33 minə də bu deyilir. Allah alanı satanda xeyir versin. Çox təcili satılır dostlar. Belə bir gözəl evi qaçırmayın. Sağ olun, var olun.